Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmir yol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Təhlükəsizlik məqsədi ilə 1 avqust tarixinə qədər Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq. Bu marşrut üzrə ayın 1-dən 13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çağlardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmir yol infrastrukturuna ciddi zərər dəyib. Təhlükəsizlik məqsədi ilə həmin sahədə qatarların hərəkəti iyulun 20-sinədək məhdudlaşdırılmışdı.